Bu şəxslərin aylıq 16 manatlıq ödənişini dövlət qarşılayacaq. Qanunda ilk. Azərbaycanda əhalinin azı 95% icbari tibbi sığorta ilə tam əhatə olunacaq. Report xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev deyib. Bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nazirin sözlərinə görə gəliri olan və onu gizlədən, qeyri-formal fəaliyyət göstərən şəxslər kənarda qalacaq. Xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat əsasında təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənarda qalmış. Əksinə, onlar üçün də imkanlar yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar.